Səhər yuxudan durur adam, elə bir gecəni yatan adam bizdörü. Yenə yorğun olursan, həvəssiz olursan, eləcə istəyirsən oturasan yerin içində. İşə başlamaq istəmirsən ki, axşam gəlsin təzədən yatasan. Bütün bunların səbəbi orqanizmdə D və K vitamininin düzgün paylanılmamasıdır. Bəs necə düzgün paylanılmalıdır? Ekrandakı ürək qızart ətraflı izah edeyim. Sizə lazım olan For D3 K2 vitaminidir. Deməli, həftədə bir flakon For D3 K2-ni içdiyiniz zaman kalsium birbaşa sümük və dişlərə çatdırılır. Nəticədə əzələdə sümükdə olan gərginlik, ağrı, bu kimi problemlər aradan qalxır. Dişlərdə laxlama, diş tökülməsi, diş xəstəlikləri bu kimi problemlərin qarşısını alır. Damarlarda kalsium yığılmasını önləyir. Damarların elastikliyin və keçirdiciliyin bərpa eləyərək qan dövranını yaxşılaşdırır. Ürək ritmini stabil saxlayır. Orqanizmdə immun sistemini gücləndirərək orqanizmin bağışıqlıq sistemini dəstəkləyir. Nəticədə virus, qrip tipli xəstəliklərdən də sizi qoruyur. Eləcə də əhval-ruhiyyənizi yüksək saxlayaraq sizi gün boyu enerjili olmağınızı təmin edir və günə daha müsbət, daha enerjili, daha gülərüz başlamanızı təmin edir. Ölkənin bütün apteklərində var. For D3 K2-ni tapa bilməsəz, əzazlarımızdan xahiş edin, zakas verib gətirsinlər. Və bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əzazlarınız bal oğlana hər zaman sağlam qalın.